Bu boyda təkər olar. Mən 1 boyda. metr 70 santı. Canavardır da bu, yəni konkret olaraq fermerin əlindən tutur. Quruz deyirlər də, o yük nə üçündür? Traktor alanda nəyə pul verirlər? Kəlli qaldır, qorxma. Yaxşıdır. Mən bunu aldım, apardım. Buna zəmanət verirsiniz yoxsa yox? Hamı traktorların qıraqdan göstərirlər. Mən isə bu dəfə sizə traktorun bax hər şeyini, içini göstərəcəm. Dayıcan, Prior hardadır burada? Cəllabadda. Prior. Hə, Prior Leasing. Dövlət Aqrar İnkişaf Mərkəzinin yanında da. Kənd adamı bu dəfə sizi Cəllabaddan salamlayır. Nəhayət axtardığım məkana gəlib çıxdım. Sizcə traktorun qarşısındakı bax bu hissə nə üçündür? Gəlin Prior'un mütəxəssisindən soruşaq. Qardaş, salam eləykim. Ya Allah. Aleyküm əssalam qardaş, xoş Kənd gəlmisiniz. adamı. Anar. Ana, nə işləyirsən burada? Mən Prior'un mexaniki. O qədər sualım var ki. Bu boyda bir qurğu var da burada. Bu nədir? El arasında quruz deyilən şeydir, ön yük demək. Aha. Tarazlığı nizamlayır. Yəni buna qoşqa qoşulanda traktor qalxmasın. Biri 45 kilodur. Bir layı. Bir layı 45 Bir layı kilodur. 45 kilodur. Burada nə qədərdir qardaş? 2, Lazım 4, olduğu 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 dənə. 22-ni vururuq 45-ə. Gəl hesablayaq da Hesablayaq da belə. 22, yəni kalkulatoranı riyaziyyatdan 2 almayacaq. Evet. 22 vurulsun neçə? 45'ə. 45-ə. 990. Düz demişəm də. Düz demişsən də. Sən 5 almısan riyaziyyat. Hə. 990 kiloqramdır. Bəli, bəli. Bu texnika. Demək olar ki 1 tona yaxındır. Hə? Bəli, bəli. Amma bəzilərində balacadır. Yəni bu traktorun texnikanın özünün belə deyil, çəkisindən asılıdır və qoşulacaq qoşqaya görədir. Bəli, bəli. Burada nə qədərdir? Bunda da eyni qaydada. Bunlar New Hollanddır da. Bunlar New Holland 70 T70-60'dır. Ay anar, bunların at gücü nə qədərdir? 213. 213 at gücü. Qəşəkdir da, yəni Bəli, 213 bəli. at gücü. Canavardır da bu, yəni Canavar, konkret olaraq fermerin əlindən tutur. Bəli, bəli. Bu nədir? New Hollanddır bu da. Bu da New Orada Holland lavollar TD var. 510'dur. Bu 510, bu 110 at gücü də. Yəni 110 at gücündə, bəli. Bu TT 490'dır. Bağda əsas New Holland. fermerin bağda sahədə fərqi yoxdur. Fermerin əlindən tutur da. Gəlin də bu traktorların baxaq görək içində nə var, nə yox. Bu mühərrik hissəsini qaldıraq, göstərək, kənd adamına baxanlar bilsinlər ki, gəlib Prior'dan traktor alanda nə alırlar, nəyə pul verirlər, necə deyirlər. Traktorda şəxsən mənim üçün ən maraqlı hissə bilsən nədir? Təkərləri. Qardaş, bu traktorun boyuna var, mənim boydadır. Bu boyda təkər olar. Belədir də, belə. Eni nə qədərdir bu təkərin? Ha, bu qoşa təkər deyil özü. Qoşa təkərdir. Üstündən metrə var qardaş. Bəli, varımdır. Sən Allah ver bir dənə ölçün mənim maraqlıdır. Görün bu nə qədərdir bunun hündürlüyü. Düzdür, burada parametrlər yazılıb. 170. Mən 1 boyda. metr 70 santı. Məndən də biraz böyük. Hamı traktorların qıraqdan göstərirlər, kənardan göstərir. Mən isə bu dəfə sizə kənd adamında traktorun bax hər şeyini, içini göstərəcəm. Anar, Bəli. bunun motorxanası hardan açılır? Burada nəsə? Burada Burada knopkası knopka var. görürəm, hə. Düymə görürəm. Nə rahatdır, nə qəşəngdir, qardaş. Gül kimi, tərtəmiz, əla. Bu nədir? Akkumulyatordur. Bəli. Sonra Bu hava filtridir. hava filtri. Hava filtridir. Bu yağdır. Yox. Daha doğrusu bu şey antifriz. antifrizdir, hə. Radiatorun suyu. Radiatorun suyu, ay sağ ol. Sonra nə var burada? Göstər sonra- görüm. Qardaş, göstər. Bu turbinidir. Turbinidir, aha. Turbinidir. Kondisionerin aparatıdır da belə deyək. Kondisioner də var onun. Bəli, kondisioneri də var. Əsas sual bilsən nədir qardaş? Cəmaatı maraqlandıran. Mən bunu aldım, apardım. Buna zəmanət verirsiniz yoxsa yox? Bəli, 1 il. 1 il zəmanət 1 il verirsiniz. zəmanət veririk 1000 motosaat. Yaxşı, bunun nəsə bir hissəsi bir xarab oldu. Ehtiyat hissəyə ehtiyac oldu. Və varımızdır. Nə var, harda var? Bizim Qram Motors şirkəti Aha, hər filialda ehtiyat hissəsi açıb. yaxındadır. Bəli, buradadır, yaxındadır. Cəlilabadın Yəni, içindədir. Bütün Prior'da bütün ehtiyat hissələri açılır, bütün ehtiyat hissələri satılır. Bunun açarı var səndə? Bəli. Ver görüm, keçən dəfə Qubada Lancın qapısını açmışdım, birinci dəfə. Bu dəfə də bu açar New Hollandın qapısını açacaq. Göstərək içini. Bunların rahatlığı nəyə desən deyərik. Bəli. Fermer bəli. bunun içində əziyyət çəkmir, dincəlir. Kodlamaq üçün mufta, hə? Kalastoy. Dostlarına Kalastoydadır. baxırıq. Deməli, New Holland TD 5.110 modeli.
Burada bütün parametrlər var. 2024-cü ilin traktordur, universal traktordur. 4 silindirdir, dizellə işləyir, 110 at gücü var və transmissiyası power shuttle-dır. Bu nə deməkdir? Demək olar ki, yarım avtomat sayılır. Bir sözlə möhtəşəmdir, içində görürsünüz. 40% də dövlət dəstəyindən gəlib Priordan alıb aparmaq olar. Anar, bunun texniki parametrlərini göstərdi. İndi bunun gücünü göstərmək lazımdır. Aqreqat var da burada sizdə. Bəli, var. Satırsınız da hamısını, Bəli, düzdür? bəli. Nə qoşa bilərik buna? Mövsümə uyğun dərman səpəni. Dərman səpəni. Onda gedək dərman səpəni qoşaq, traktorun həm də gücünü göstərək. Göstərək. Kənd adamı Cəlilabadakı Priorun əməkdaşı Anarla indi traktora qoşqu qoşacaq. Görüm alınacaq. Anar, biz nə edirik burada qardaş? Qolları nizamlamalıyıq, Aha. dərman səpənə uyğun. Necə nizamlayırsan? Bunu Açırsan, hə, qaldırırsan biraz yuxarı. biraz yuxarı Hə, fırlayırsan. fırlayıraq. Hə, qolları aşağı salmalıyıq dərman səpənə Aşağı uyğun. salırıq. Dərman səpənin qoşusuna çatana qədər. Hə, başa düşdüm. Biraz da geçsin. Yaxşıdır. Bəli, bəli, yaxşı. Qoşqunu buradan çıxartmalıyıq ki, Bunu bunu. Hə, bu O mane belli, olacaq, Hə, hə. mane olur ona. kömək eləyim. Elə sön yaxşı olur. Dən. Qoç 8 gətirim biz. Ya saxla biraz onu. Fırlanmır axı. Tat, mən qaldırmışam. Az qalıb, az qalıb. Hə, Yerdən idarə eləməyi də var. Arxa asmaları. nə qəşəydir o. Ha, qaldırıb yatsın. Qaldır. İndi onu salırıq aşağı. Dən onu mən eləyim də, nə olar? Ha, elə. Ha, bir dənə. Para lazımdır, orada saxlayırsan. Mən verim gəlsin texnik arxaya. Anar, aşağı qolları saldın ora, indi qaldı bir dənə orta qolu salmağa. Bəli, orta qolu. Sən onu qaldır, mən buradan nizamlayacağam. Ver gəlsin, Qaldır, biraz yuxarı qaldır. ver gəlsin. Gözlə. Yo. Qaytar onun yerinə. Ver. Kəlli qaldır, qorxma. Qaldırmışam. Sən qabağa ver. Az. İndi yuxarı qaldır. Əla. Keçitdik. Bunu işləməyini göstərəcəyik, amma sən mənə deyən görün bu dərman səpən nə qədər tutur? Neçə litr tutur? 1 ton tutur da. 1 ton. Bura dərman doldurulur. Bəli. Sonra nə? Suyla qarışdırılır. Suyla qarışdırılır. Qollar nədir? Qollar da açılır. Qollar da açılır, avtomatik açılır. Avtomatik açılır. Sindirləndə avtomatik açılır. Sahəyə getdi, Sahəyə aqreqat, getdin, düşdün traktor. sahənin başından, Aha. qolları açırsan, Başlayırsan başlayırsan, işləməyə, yəni. dərmanlamağa. İndi təbii ki, bizim dərmanımız yoxdur burada və biz sahədə deyilik, amma istəyirəm ki, heç olmasa qolları bir dənə açaq, göstərək ki, bu aqreqat necə işləyir. açaq. Buna da 40% dövlət dəstəyi var da, hər şey 40% dövlət dəstəyindən verir. Bəli, hər şey 40% dövlət dəstəkləyir. Göstər qardaş. Müasir texnika fermerin dostudur. Onu almaq üçün dövlət güzəşti isə əlavə bir dəstək. Mən çəkib göstərirəm. Siz də gedin, alın, yararlanın əziz kənd adamları. Cəlilabaddan maraqlı videolarım yenə olacaq. Gözünüz məndə olsun. Hələlik.